Mağazada alıb yediyiniz suxarikları bu günləri sizlər üçün evdə hazırlayıram. Xırt-xırtlı, çox dadlı. Keçək hazırlamağına. Dilim-dilim doğrayıram. Bu şəkildə dilimləyirəm qalınlığını. Belə. Xırda-xırda kubiklar eləyirəm. Kimi daha çox xırda eləyir, xırt-xırt eləyir, ləzzət verir. Çörəklərimi doğramışam. Baxın, göstərdiyim kimi hamısını bu qədər alındı. Tavanı qoyuram qaza, isti olsun. Kim istəsə duru yağ, yəni problem deyil. Mən duru yağla da hazırlamışam. İstədim kərə yağı ilə bu dəfə hazırlayam. Yəni kərə yağı ilə də qəşəng olur. Sizlərə kərə yağı ilə göstərmək istədim. Başa düşdüm ki, çox videolarda duru yağları çoxları sevmir. Amma duru yağların da yaxşıları çoxdur. Yəni çox lazım deyil. Burada məndə hardasa 40 qram kərə yağı var idi. Və bura yağ əriyə-əriyə 2 diş sarımsaq atıram. Qəşəng ətirli olsun. Milli, niyə yerdə gəzirsən? Ham-hamsan sən? Hı? Gidə video çəkir. Gəl. Gəlsin balam, gəlsin. Qaza olmaz. Hı? Qaza olmaz. Çox bilmişdi. Hər şey başa düşür. Maşallah. Yağım əridi. Sarımsaqlar da belə ətri gəlir, qəşəng. Onda sıxarilər çox qəşəng dadlı olur. Və sıxarilərimi tökürəm tavaya. Sıxarilərimi tökdüm tavaya, xodunu aldım. Yəni tam böyük xodda qoymuram. Orta xodda sıxarilərimi başlayıram qızartmağa. Suxarilərim hazır oldu. Qəşəng. Altını söndürdüm. Bir salafan kulak götürürəm. Belə açıram. Belə qap kimi edirəm. Belə. Və bunun içinə burada məndə duz, paprika, qara istiot, bir də quru sarımsaq var. Onları tökürəm klokun içinə. Mən həmişə bunu hazırlayanda bura ketçup əlavə edirəm. Bir xörək qaşığı ketçup əlavə edirəm. Sadəcə olaraq bu dəfə eləmirəm. Uşaqda allergiya olduğuna görə ketçup istifadə etmirəm. Уже neçə vaxtdır. Siz ketçupla bunu edin. Mən əgər kiminsə allergiyası var ketçupa qarşı, mən duru yağ, bir xörək qaşığı duru yağ tökürəm. Bu qədər duru yağ əlavə edirəm. Hansı duru yağdan istəyirsiniz, ondan da istifadə edə bilərsiniz. Əsas da yenə dediyim kimi, məndə uşaqda allergiya olduğuna görə duru yağ istifadə edirəm. Yoxsa mən ketçupla həmişə hazırlayıram. Tökürəm ədviyaların üzərinə. Yağı da əlavə edəndən sonra qızartdığım suxariləri tökürəm. Klokun içinə, salafana. Belə suxarilərimi də tökdüm kloka. İndi bu şəkildə belə ağzını bağlayıram. Əlimlə möhkəm tuturam. İndi yaxşıca hamısını bu şəkildə qatışdırıram. Hamısı qəşəngcənə bir-biri hop. Yaxşıca qatışdırdım. Hazır oldu. Yəni belə klokda qatışdıranda daha qəşəng olur. Yəni hamısı tam dəqiqliyi ilə çörəklərə hopur. Yəni suxariyə hopur, bütün ədviyalar eyni. Yenə deyirəm, ketçupla əlavə ketçup eləsəydim, olacaqdı qəşəng qırmızı. Ketçup eləmədiyimə görə belə svetlə alınır. Çox hazır oldu. Qəşəng ətirlər gəlir. Ədviyaları da ki, zövqə görə, isteyə görə ədviyalar əlavə edə bilərsiniz. Kim nə sevir.
suharilərim hazır oldu. Xırt-xırtlı. Baxın, necə qəşəng xırt eləyir. Mağazadan almaqdansa evdə özünüz hazırlayın. Ədviyaları da öz ağız zövqünüzə görə əlavə edin. Eynən daha da qəşəng, daha da super alınır. Siz də hazırlayın, nuş olsun. Abunə butonuna basmağı unutmayın. Abunə olun ki, yəni hər dəfə məni axtarmayasınız.